İndi isə daha ətraflı Rusiya 1 telekanalının Vesti Nedeli analitik proqramında Azərbaycanda keçiləcək 1-ci Avropa oyunlarına həsr edilən sujet nümayiş olunub. В Азербайджане завершается подготовка к первым в истории Европейским играм. Tanınmış jurnalist, Russia Сегодня Beynəlxalq İnformasiya Agentliyinin baş direktori Dmitri Kisilyovun müəllifi olduğu verilişdə Heydər Əliyev Fondunun prezidenti, 1-ci Avropa oyunlarının təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva ilə qısa müsahibədə verilib. Sujetdə qeyd olunur ki, Avropa oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda Avropa dəyərlərinə sadiqliyin sübutudur. Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva telekanala müsahibəsində qeyd edib ki, 1-ci Avropa oyunlarının başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik abu-havası olacaq. Мы хотим показать богатое культурно-историческое наследие нашего края. Как вы знаете, Азербайджан является древним краем, и такие понятия, как мультикультурализм, терпимость, толерантность, они очень присущи нашему народу. Я надеюсь, что основное отличие это будет то гостеприимство, то атмосфера доброжелательности, та атмосфера праздника, которая, я надеюсь,